00 Dayna STV'də ən alternativ yumor komediyaza baxırsınız. Alqışlarınızla. Əziz tanrıçılar, həmişə olduğu kimi bizim tanınmış qonaqlarımız var. Bugün əvəz olunmaz insanlardır. Bugün onları da alqışlayaq. Samir Piriyev alqışlarınızla. Necəsiz? Çox sağ olun, siz çox düzgün seçim edəmsiniz. Bəli. Bəli. Prosta qabaqcadan Anar müəllim demədi ki, qara köynək geyinəndə biz qara mikrofon, amma qara kəmər var da hardasa yəqin ki. O da var, əla. Xoş gəlmişik. Xoş gününüz olsun. Mən yəni Samir müəllimi hardan tanıyıram, hamımızın da yadına salarıq da. Yadımdadır Aypara qrupu var idi, düzdür? Vaqif Gərayzadə. Vaqif Gərayzadə böyük. Mən həmişə Vaqif müəllimə deyirəm, Vaqif müəllim, bu metr. Bir ya pol metr всего. Belə bir söhbət. Şəhriyarda məşq edirdiniz, yanınızdadır. Bizdə də orada KVN komandamız var idi. Belə bir maraqlı. Sonra Türkiyədə hansı veriş idi? Türk vizyonu idi. Siz sizdə Lüboy sözə mahnı oxuyursunuz da. Elə deyirlər. Bəsdir. Özdə bu mahnı ilə tutuzdurmuşdum. Hansı? Haydi li 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 yar. Haydi li 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 leylim ya. Üzüm Rus dilində də yazmışam. Davay. Где ты моя ли li 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 yar. Где ты моя li 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 ya. Ты дай мне лишь Обычно Ruslarda Lili, striptiz oynayan qızlara deyirlər. Onların adları olur Lili. Əsas odur ki, bu mahnı çörəkli mahnıdır, yaxşı mahnıdır. Lililər çoxdur da yəni. Maşallah. Samir müəllim, mənim ən xoşuma gələn mahnı bilirsiz hansıdır. Siz bir dəfə mən baxmışam, doğrudan deyirəm. Yəni demirəm ki, o türk verişində o siz oxuyanda doğrudan deyirdim ki, ora çata bilən bir dənə heç kim yoxdur da sizə çatam. Doğrudan deyirəm, ha səmimi deyirəm. Orada su gəlib daşa dəydi mahnısını oxumuşdunuz da siz. Yəni ki o xalq mahnısı, bəli. Su gəlib daşa dəydi, ay bu gecə, bu gecə, bu gecə. Kipriklərin qaşa dəydi, ay bu gecə, bu gecə, bu gecə. Su gəlib daşa dəydi, ay bu gecə, bu gecə, bu gecə. Damla oxuyub. Harda qalmısan ay yar bu gecə. Yalqız qaldı mənə yar. Dağdan arana yendi. Samir Piriyev alqışlarınızla. Əziz tanrıçılar, həmişə olduğu kimi komediyazda müğənni olur, humorist olur, fokusnik hələ olmayıb. Bizim prodüser Anarımızdan xahiş eləyək, Anardan xahiş eləyək ki, fokusnik gətirsin belə. Amma ki, idmançılar həmişə var da bizim verişdə. Yəni, sağlam yumurda həmişə sağlamlığı haqqında danışa bilən adam olmalıdır da, düzdür? Anar Süleymanov, 4 qrat əlbayaxa döyüşlər üzrə Avropa həm də dünya çempionu. Yəni ki, ayrılıqda gözəl insan, çoxdan tanıyıram mən Samiri. Dostlarımız da var, Şəhriyardır, Caviddir, belə. Var da yəni, pisdir, yaxşıdır, olanımız belə dostlardır. Anar, belə praktikli döyüş var, məsəl üçün. Kimsə blokda sənin üstüvə qışqırdı da belə. Onu necə söndürmək olar həmin anda? Blokda ya podiyezdə, yəni başa. O blokda söhbət. Fərqi var da sənin üçün, hə? Səndə blok üçün də var, podiyez üçün də var. Məndə hər ikisi üçün də var. Super. Sonra nələr var? Məhlə, küçə, hər cünüsün var. Müdafiə də var, yəni hücum da var. Yox, hücum maraqlandırır mənə. Kimsə qışqırdı, hücum elədin, qoydun, söndürdün. A hərfində qaldı da elə. A, İ, var belə. Təbii, onlar olmalıdır. Baxır harada, məqamında. Axırıncı dəfə dünya çempionatına haradaydınız siz? Axırıncı dəfə Yunanistanda 2 ay bundan öncə. Kimləri döydünüz? Neçə nəfər idi orada? Orada deməli, məndə fərdi döyüş idi, professional vuruşdum orada. Mən deməli, yerli idmançıyla qalib gəldim. Özdə fərdi döyüş olduğuna görə... Yerli yəni bizimkini döydünüz? Yox, Yunanistanın yerli idmançı. Elə bildim, getdiniz Yunanistanı ki, bizimkini döyürsün. Yox, mən nəzərinizə satırım ki, 2 həftə bundan qabaq yenə titula döyüşdüm. Beynəlxalq bir yarışda Bakıda keçirildi və 12 saniyə nokaut elədim, Gürcü idmançı. Yəni döyüşkən xalqın döyüşkən o, hər yerdə döyüşür da. Anar Süleymanov və əziz tamaşaçılar, bir dənə gürültü alqışlar və biz başlayırıq komediyaza. Birinci miniatüramız ailədə hadisə. Mən qızam. Belə primoy smısılda yox. Əzizim, harasa tələsirsən? Əzizim, geyrəm mən istirahətə, yəni geyrəm kəndə, poln istirahət eləyəcəm, yiyib içəcəm, eşşəkləri minəcəm. Sən eşşəyin ucu 2 dəfə səni zəng eləyib, biraz tələz qardaşımsan, biraz tələz. Gəlin təsəvvür eləyək, küçədə hadisə.
Başa düşmədim. Siz mənim şəklimi çəkirsiniz? Bəli, nə olub ki? Bir dənə baxım. Fu, bu nədir? Gələ bir dənə də çək. Növbəti miniatüramız. Gəlin baxaq, qoca baba eyvana çıxıb, yəni balkona. Deyirəm, bu gənclər necə də çətin zamanədə yaxşı yaşayırlar. Görün, bu çətin zamanədə 5 oğlan bir papirosu bir-birinə ötürərək və yenə də gülürlər. Çox sağ olun. Gəlin təsəvvür eləyək, iki sevgilinin söhbəti. Əzim, nə deyirsən, necə gedək? Bilirsən, əzim, heç bilmirəm bu sözü necə düz deyirlər. Pörşe, yoxsa pörş? Metro deyirlər, əzim, metro, diska var. Gəlin baxaq, oğlanı maşın vurub. Qardaş, siz sağ-salamatsınız, qardaş. Telefonum hanı? Qardaş, telefonu nə edirsiniz? Status yazacağım. Gəlin təsəvvür eləyək, mühasib romantik görüşdə. Mən yenə də qızam. Xanım, sizin necə də gözəl gözləriniz var. Mən sizi haradasa görmüşəm. Ola bilər. Xanım, siz harada işləyirsiniz? Vergilər departamentində. Sizin qarşıda şiş eləyirdi, Warner Brothers, Emin. Və Arif. Çox sağ olun. Əziz tamaşaçılar, yalnız Kamicazda adi çuşkalar, glamur çuşkalar ola bilər. Glamurlu çuşki, Əlişqa və Ruslan Kamicaz səhnəsində alqışlarınızla. Hər vaxtınız xeyir. Qarşınızda duet Glamurun Çuşki və biz başlayırıq. Milyonçu şousu namımızı xoş gördük. Və beləliklə bugünün ilk qonaqlı sizlə tanış edirəm. Xoş gəlmişsiniz. Adınız necə oldu? Alxan. Nə? Alxan. Əlixan. Ya. Nə? Alxan. Alxan. Alxan, xoş gəlmişsən Alxan. Sağ ol. Alxan, hardan gəlmişsən sən? Goranboydan. Goranboydan bu oyuna görə gəlmişsən, çox gözəl. Alxan, başlayaq səninlə, hazırsan tam. Yəni, hazırlaşıb gəlmişsən, ən azından nə isə bilirsən də artıq. 11-ci sinif test kitabçaları. Lab yaxşı, lab yaxşı. Və başlayırıq, Əlixan, ilk sualımız belədir. Əlixan, 1 milyon manatı qazanmağa gəlmişsiniz də konkret. Yox, sizə baxmağa. Lab yaxşı. Bəs burada bax, vəzifəvizi bizdə qeyd eləmişsiniz ki, vulkanizasiyada işləyirsiniz. Vulkanizator. Nə işə baxırsınız? O nədir ki, vulkanizasiya nədir? Nə işə baxırsınız orada? Vulkandan zator çıxırdı. Vulkan işləri. Lab yaxşı. Və başlayırıq, ilk sualımız 10 manat dəyərindədir, Alxan. Bir dəqiqə, 10 manat nədir? Bəli, çox təəssüf ki, hələ ki 10 manatdır, amma getdikcə bu məlbəx artacaq, Alxan. Sualımız belədir, Alxan. Diqqətli ol, sual verirəm. İoqan Faust bu kitablardan birinin müəllifidir. A variantı 3 muşketyor, B variantı Səfillər, C variantı Grimm qardaşları, D variantı Göte. Birinci variant nə idi? 3 muşketyor. Yox. B variantı Səfillər, C variantı Grimm qardaşları, D variantı Göte. Göte. Çox intellektual sualdır. Məncə Götedir.
Cavabı qəbul edirəm. Bəli. D variantı Bəli, Göte. bəli, lazımdır. Əminsin. Cavab düzgündür. Göte düzgün cavabdır. Təbriklər. Təbriklər. Və təbii ki 10 manat hələ ki sizindir və növbəti suala keçirik Əlxan. Nəyəsən Əlxan sən? Ha? Nədir o? Sumka nədir orada ay Əlxan? Ha? Lap yaxşı yadıma saldınız. Göran boydan bal gətirmişəm. Bal, hə. Xiyar gətirmişəm. Çox sağ ol. Yəni bu xiyarla nə demək istəyirsən? Bu poliçodes. Yox, nə poliçidəsi? Milyonçu şolsudur. Qaytar xiyarı. Bal qalsın da. Yox, yox, ver ora. Qayı saxlayanda bal yazmasın. Yaxşı. Növbəti suala keçir Əlxan. Sualımız belədir. Bunlardan biri İsveçrənin şəhəridir. Roma, A variantı, B variantı Paris, C variantı London, D variantı Göteborg. A variantı Roma, B variantı Paris, C variantı London, D variantı Göteborg. Kömək, zat. Köməkdən istifadə. 3 köməyimiz var. Dosta zəng, 50-50-yə zalın köməyi. 50-50-yə. 50-50-yə. Və biz hörmətli kompüterimizdən xahiş edirik 2 cavabı, 2 səhv cavabı yığışdırsın. Və 2 qalan cavab. A variantı Roma, D variantı Göteborg. Kompüterdən bir şey xahiş eləyə bilərəm. Baxır nəyə? Olar ki, o 2 variantdan da 50-50 eləsin, biri qalsın. Yox, yəni bir dəfə istifadə edə bilərsə o köməyi. A variantı Roma, D variantı Göteborg. Ümid edirəm, əgər birinci sual Göte idisə, bu da Göteborg olardı. D variantı Göteborg qəbul olur. Cavab tamamilə düzgündür. D variantı Göteborg. Alqışlayaq iştirakçımızı. Keçirik növbəti sualımıza. Alxan, dünya çempionatında həlledici qolu bu futbolçulardan hansı vurmuşdu? A variantı Klose, B variantı Robben, C variantı Müller, D variantı Götze. Xatırladım ki, Alxan, hələ ki 2 köməyin qalıb. Dosta zəng və zalın köməyi. Ən maraqlısı bilirsiniz nədir? Bəli. Bu sualları kim təhvil eləyir? Hörmətli kompüter. Başa düşdüm nətər oğlandı. Mənə bax, dosta zəng. Hər öz düşüncəsinə uyğun Bəli, dosta zəng olar. Dosta zəngdən istifadə edir. Kimə zəng eləyəcəksiniz? Kimə zəng eləyəcəksiniz? Ay da, dostum yoxdur. Dostun yoxdur? Yox. Bəs sinif yoldaşı, qrup yoldaşı? Kələntər. Kələntər. Kələntərə zəng. Nə indi sənin Kələntər? Qardaşım, əmmi oğlu, bibisi oğlu. Qalxım. Uzatmayaq. Və biz kəmanlara zəng edirik. Kələntərə, kəmanlara. Fərqi yoxdur. İkisi. Kəmanlar deyil arasında kələntər deyirsin, yaxşı. Və kələntərə zəng edirik. Tut. Alo. Alo. Salam Kələntər bəy. Sizlə danışan Milyonçu reality showsunun aparıcısı Ruslandır. Və sizin qohumunuz özünü adlandıran Alxan bəy var burada və Alxan bəyin sizə sualı var. Buyurun, 30 saniyə vaxtımız gedir. Qardaş, gecə saat 4-də niyə zəng gelirsiniz bura? 30 saniyə. Kələntər. Alo. Hə. Burada bir dənə sual var. Nə idi sual? Dünya çempionatı. Hə, dünya çempionatında. Kimdir? Qutardı. Vaxt qutardı. Sağ olun da. Konturunuz yoxdur bir dənə. Vızıblıq qalıb anda. SMS. Yoxdur. WhatsApp da yoxdur. Yoxdur. Əlxan, bir köməyin də hələ ki qalıb sənin, zalın köməyindən istifadə. İstifadə eləmək istəyirəm. Buyurun, hörmətli... Xahiş edirəm, nə olar, mənə kömək eləyin də. Eləyir. Otur, qadam, otur. Yəni... Hamının əlində hal-hazırda pult var və mən sual verəcəm, pultda cavablara uyğun düymələr var. Həmin düymələri basacaqlar. Mahnı istəyirəm olsun. Nə mahnısı? Hörmətli kompüter mahnı versin, zəhmət unutar mahnısını. Çox sağ ol, hörmətli kompüter. Və sualımız belədir, hörmətli tamaşaçılar. Dünya çempionatında həlledici qolu kim vurmuşdur? A variantı Klose, B variantı Robben, C variantı Müller, D variantı Götze. Buyurun, knopkalara basın. Mən də basmaq istəyirəm. Yox, olmaz. Ancaq iştirakçılar basa bilər. Və bu qədər hörmətli zal artıq seçimini elədi. A variantı Klose'yə 2% səs.
B variantı Robbenə 3% səs, 5% səs isə Müllerə verib, 90% isə Götze deyib. Siz hamı sözləşmişsiniz bu. Niyə? Bu nədir? Millət deyir, o olsun o. D variantı Götze. Ondan. Qəbul eləyirəm. Və Götze doğru cavabdır. Dünya çempionatı sonuncu qalına Götze verir. Növbəti sual 500 manat dəyərindədir Alxan. Alxan, 1918-ci il Oktyabr inqilabı hansı ayda baş vermişdir? A. Oktyabr, B. Noyabr, C. Dekabr, D. Yanvar ayında. Mən bilirəm cavabı. Avqust. Variantlarda avqust yoxdur Alxan. Həqqi? İstəyirsiniz sən öl vura bilərəm mən. Kompüterdə oradan da... Ağıllı kompüterdə bilirəm. Bəli. Alxan, sualın cavabını bilirsən, 18-ci il. İnterpretasiyaya uyğun olaraq insanların arasında diskusiya baş verdiyinə görə mənim zənnimcə bu sualın, bu çox qəliz sualın cavabı dünya üzrə ictimai quruluşun Oktyabr. Oktyabr. Bəli. 1918-ci il Oktyabr inqilabı Oktyabr ayında baş vermiş. Bəli. Tamamilə düzgün cavabdır. Təbrik edib 500 manat qazandı. Və sonuncu həll edici sual. Alxan, bu suala cavab versən 1 milyon Azərbaycan manatı sənindir. Əməlli başlı. Əməlli başlı bütöv paçkada sənindir. 1 milyon manat. Sual belədir. 1514-cü il hansı döyüşlə yadda qalmışdır? A. Stalingrad döyüşü, B. Waterloo döyüşü, C. Məhlə-məhləyə döyüş, D. Çaldıran döyüşü. Neçənci ildir? 1514-cü il. Stalingrad, Waterloo, məhlə-məhləyə çaldıran döyüş. Mən biləm 1514-də elə şeylər ola bilməz. Bəs nə fikirləşirsiniz siz? Çox, yəni intellektual səviyyədə... Logikanız nə deyir buna sizin? ICQ məndə var başımda. Ölçmüşlər. Məncə... Sizcə? Waterpol. Waterpol ümumiyyətlə suda oynanılan voleyboldur. Burada elə cavab yoxdur. Hansı? Bu da Waterloo. Hə, Waterpol. Waterloo. Deməli 1514-cü il Waterloo döyüşü ilə... Uzatma, hə. İştirakçı... Mən milyonerim. Milyoner. Bəli. Baba. Düzgün cavab D variantı çaldıran döyüşü. Və çox təəssüf ki, uduzdunuz. Waterloo səhv cavabı idi. Buyurun zəhmət olunsa qabağa və biz... Otu aşağı. Aşağı? Nətər, durağı. Nətər çaldıran olur? Hə, çaldıran döyüşü olur. 1514-cü il. Hayf olsun. Ona bax, Hacı. İndi o milyon verməyəsən ama. Yox, yox. Bəli, çox təəssüf uduzdunuz. Lap yaxşı, haram xoşun olsun. Ma bax, Hacı. sən özünü bilsən kimi oxşatsan. Kimə? 2014-cü ildə Rişa Işıqoğlu vuran adam var ha. Sağ ol. Və təşəkkürlər. Qarşınızda çıxış elədi duet Glamur Niçuşki. Əlixan Rəcəbov. Ruslan Sultanoğlu. Eksklüziv olaraq təqdim. Əziz tamaşaçılar, alqışlarınızla komediyat səhnəsinə əsil Bakılılar Fərrux və Əlixan komediyat səhnəsində. Taxta ustası məhəllədə var hörməti, Qarazimi maşını qapıda durub qoz kimi. Ala ağa bala, ay bala, ağa bala Çaykovski, ağa bala, canım bala, arvadı Maskovski. Əli, nə var öyle? sən talisman daşın hansıdır? Talisman daşı? Talisman daşı da, talisman daşı. Qardaş, razborka olanda əlimin altına hansı daş düşdü, o da mənim talisman daşımdır. Yox ala. Aytağa. Oyda. Ala, deyirəm mənim vəbşə şansım yoxdur. Heç vaxtı mənim şansım olmur. Ala, futbolu şot qoymuşam, onda da şansım olmadı. Ala, mən neyniyim, şanssızam da məndə. Ürəyimi sıxma. Sən həyatında qarşıva milyon dən şans çıxacaq. Hansılar ki, gələn də əldən bıraxacaqsan. Niyə? Çünki bədbaxtsan sən. Ala, yoxdur, ala. Mənə elə demə də, qardaşımsan. Bir dənə sənə sual ver. Həli. Bax, insanı gözəldən nədir? Nə bilim, ala, nədir? Amma mən bilirəm. Mən gözələm, bilmirəm, ala. Bilsən nədir? Photoshop. Photoshop nədir, ala, Photoshop? Ala, qədəzimi şəkili çəkdir, turla Photoshop. Nə qaqış, bir dənə mən şey elə də.
2 dəqiqədən sonra kukla kimi oğlan olacaqsan. Ala, bildim ala. Eşidirsən ala. O gün markete girmişəm. Ala bir dənə şampun aldım. Sekstraktım göyərti. Ala. Bir dənə bomba şampunu idi. Altında da yazılıb ki, öz başınıza şənlik qatınız. Ala bir dənə çimdim, ləzzətli kayfla uzandım, yatdım. Qəqəşsən, bələdiyyə budur. Məhəllədə durmuşam oyunları səhər tezdən. Məhəllədə flash mob keçirirlər. Yoxsa ala, bizim məhəllədə. Ala, bir nəfər ağa var ya ağa. Ağa əsnədi, başladı hamı əsnəməyə. Ala, hamısı əsnə. Ala, o flash mob deyil, ala. Flash mob, əsl flash mob biz açan baş verdi. Ala, bunlar əsniyirdilər mənə. Birdən sakit praktika ilə gəldi məhəlləyə, çıxdı, başladı oxumağa. Amigos, chicos, göyərtiyos, sainos, Ekvador. Çıxartdı göyərtini, başladı hamıya parlamağa bir-bir. Sonra da bir dənə flash mob başlandı. Hamısı başladı adinak və hərəkətlər eləmək. Sambo, dizaner, sambo, dizaner. Ala belə flash mob deyə, ala bizdə məhəllədə. Yaxça ki, əsniyirlər. Əsləməyin də dalı vardı, ala. Səndə peri göyərti zirovka gedib qaqaş. Ala, qaqaş, o gün dəhşət idi, dəhşət. Ala, o prezident var, Papua Nova Gvinea'nın prezidenti. Çox üzr istəyirəm, haranın? Papua Nova Gvinea'nın prezidenti. Düzdür. Ona bir dənə sözüm var. Üzvü tut kameralara, buyur. Səyyar kameralara baxıb, deyirəm. Daragoy prezident Papua Nova Gvinea. Ala, Peristan iskat, приключений на свой Papua. Bəsdir, ala, qutar da bu söhbəti. O gün nə? Ayka ilə törkamız düşüb də. Ayka ilə? Nə oldu? Alaya girmişəm, deyir ki, bax qaqaş, bu ilə ustav var. Eşidirəm, nə ustav? Deyir qaqaş, paltar yumaq 20 manat. Yemək pişirmək 10 manat. Nə bilim ala, naski yumaq individualni 5 manat 10 manat. Baxır naskiyə də, başışdırır. Ala hər şeyi rastsenka qoyub da, evə girirsə hələ bil, nə bilim ala, Targovi sentri zatdır. O gün nədə axırıncı dediyi vapşa lomka oldu ala. Nə oldu? Bir ala axşam evə gəlsin, 100 manatın olmadı, get at başı uyat. Yəni ki, divijeni olmayacaq. Öyle yoxdur da. Stikovka olmayacaq. Yox, öyle yox. Öyle mən də gəlmişəm evə, cibimdə 70 manat pul var. Dedim ki, Ayka, sən də mənə başa uçda. 70 manat pulum var. Neyini? Deyir, ala isə at başı uyat dedim sən. Ayda. Valla at başı uyat da. Attım başımı yattım. Özüm ürgülüyürəm. Bir də gördüm ses gəl. Gözümü açdım, görürəm Ayka neynir. Neynir? Qaşırokun içində eşələrdir. Ama neynirsən? Deyir, 30 manat borda sənə pul vermək istəyirəm. Yox, ala. Aytağa. Nə oldu? Düzəldi söhbət sonra? Ala, düzəldi. Qaşən. Göyərtilədiyi sonra. Arif da ayıtsın. Onda gedək də nə deyəmişik? Gedək də nə durmuşuq? Sağ olun, sağ salamat uşaqlar. Görüşərik. Dağılı məhəllə Sovetski. Əziz tamaşaçılar, qarşılayın müasir Azərbaycan gənci, ən gənc stand-upçı Arif Abbasov komediya səhnəsində alqışlarınızla. Bugün yenə də bizim haqqımızda danışmaq istəyirəm. Dünyanın ən unikal millətindən, yəni ki, Azərbaycanlılardan. Gəlin bunları alqışlayaq, Azərbaycanlılar. Doğrudan biz o qədər unikal millətik ki, biz 4 il institutda oxuyuruq, diplom alırıq və diploma uyğun iş axtarmırıq. Biz o qədər unikal millətik ki, biz bilirsiniz nəyə görə içkili maşına oturmuruq. Biz qorxmuruq ki, avar eləyərik. Biz qorxuruq bizi qayı saxlayar, cərimə yazar. Biz o qədər unikal millətik ki, biz kontrol alırıq ki, krediti bağlayaq, təzdən kredit götürək. Biz o qədər unikal millətik ki, biz yolda 20 qəpik yığan daydayları yığışdırdıq, əvəzinə 1 manatlıq parkovkaları gətirdik. Dayda heç olmasa deyirdi, gəl. O birisi deyirsə, ver 1 manatı, ver. Deməli, bu yaxınlarda mən gözəl bir, unikal bir insana rastlaşdım. Deməli, qarpız satan. Yaxınlaşdım, dedim, bəs, salam aleyküm qardaş, bir dənə şirin qarpız verərdim mənə. Yerə qardaş, problem yoxdur. Sıxdı onu, qoydu, dedi, bu. Dedim, hardan bilsən bu şirindir? 2 balamın canı üçün şirindir. Triugolnik bir dənə kəsdi, verdi, dadına baxdım, doğrudan da şirin idi. Mənim siz nə əsəbləşdirir? Nəyə görə bu qarpız satan ömrünü həsr eləyib qarpızlara? Belə insanlar dövlətə lazımdır. Təsəvvür edirsiniz, bu nazirlikdə işləyir. Nazir deyir ki, qaqam, bir dənə bunu yoxla. Deyir, başda cənab nazir. Yaxınlaşır, sıxır onun beynini, başını yoxlayır. Cənab nazir, biraz yalanı var, amma belə yola vermək olar. Qarpız satanlar doğrudan da unikal millətdir.
Sonra avtomobil sürücüləri mənə başa düşəcək. Deməli, yolda gedirsən, qırmızı yanır, dayanırsan. Tolka yaşıl yanır, arxadan bip. Adam istəyir, düşsün, desin, salam aleyküm qardaş. Hamilə olan yoxdur? Yox. Nə olub? Deməli, maşının tərpənməsi necədir? Qaza basırsan, benzin gedir benzafiltrdan benzanasosa, oradan çatır injektora, oradan düşür kaplanlara, müxərrik həcmi işləyir və maşın gedir. Yarım saniyə gözləyə bilmirsiniz. Elə bil kimsə orada oturub bililir. Qırmızı. Qırmızı. Ha, yaşıl bip. Çatdım. Sonra bütün Azərbaycan Respublikası maşını belə sürür. Sən yolla gedirsən, hiss eləyirsən soldan maşın gəlir. Baxırsan ona, o da sənə baxır. Sağa dönürsən, oradan sənə baxır. Hamı bir-birinə baxır, qardaş. Bütün Respublika bir-birinə, hamı tanış olmaq istəyir. Ona görə də avariyalar olur. Oğlan baxır qıza, qız oğlana. Oğlan baxır qıza, qız oğlana. Oğlan girir stolbaya, qız isə gedir sağa. Dünyanın ən unikal valideynləri bizimkilərdir. Doğrudan da ən unikal valideynlər bizdədir. Deməli, onlar bizə nə tövsiyə etsələr də, niyəsə hər şey axırı pis qurtarır, faciəvi qurtarır. Oğlum, yolu yavaş geç, maşın vurmasın səni. Oğlum, maşını yavaş sür ki, adam vurmayasan. Oğlum, telefonunda müğayyət olar, kimsə gələr, sən başından qoyar, telefonu alar. Oğlum, nə bilim, metroda astarojni dur ki, reislərə düşməyəsən. Hər şey faciəvi qurtarır. Unikal valideynlərimiz var bizim, qardaşlar. Sonra unikal Azərbaycanlı oğlanlar var, hansı ki, kreditə götürür maşını. Kreditə ev götürür, kreditə telefon götürür, sonra varlı qız axtarır. Sevir onu, o da onu. Sonra qızın atası bütün kreditlərini bağlayır bunun. Unikal Azərbaycanlıdır. Sonra yəqin ki, belələrini də görmüşəm, hansı ki, Range Rover'dan düşür qaqam. Smoking əynində, qızıl saat, virtualində və soruşsan, necəsən? Belə də vəziyyət bitdi. Qurban olaram sənin vəziyyətvə, qardaş. Vəziyyət pisdir məndə, səhnədə gic-gic danışıram elə. Qurban olaram sənin vəziyyətvə. Vəziyyət pisdir. Sonra belə insanları da görmüşəm, hansı ki, qara Bentley-də gedir, qabağında bir dənə Galimwagen, arxada bir dənə Galimwagen. Axranlarıdır bunun. 4 dənə kələ bir Galimwagen-də, 4 dənə kələ ikinci Galimwagen-də. Mən birisində çatmır, bu Bentley-də gedən nədən qorxur? Ən qorxulu insanlar bu 2 dənə Galimwagen-dədilər. Qardaş, mən səndən qorxuram. Bizim sağollaşma mərasimimiz olur, qonaqlıqda. Hamı oturur qəşəng. Hamı oturur qəşəng qonaqlıqda. Hamı söhbət eləyir. O ki, durur, hamı gedir, ayaqqabılarını geyinir. Kiminsə dərdi açılmalıdır orada. Adam istəyir ayaqqabılarını soyunsun, avratla gedir. Qardaş, gəl keçək bir avratla söhbət eləyək, çay içək. Sonra dünyanın ən unikal futbol azərkeşləri bizi. Desəm Barcelona, Luboy oyunçunu tanıyırıq. Desəm Real Madrid, Luboy oyunçunu tanıyırıq. Desəm Neftçidən heç olmasa 5 nəfəri deyim mənə, heç kəs deməyəcək. Qardaş, 5 nəfər deyə bilərsən mənə Neftçidən? 1. Qurban olaram Rəşad Sadıqova, yaxşı ki millimizdə Rəşad... Kim? 2. Vəssalam. Unikal azərkeşlərimiz var. Heç kəsi tanımır, qardaş, bizimkiləri tanıyan yoxdur. Belə azərkeşlər olur. Mən bir söz deyim, çox düzgün qeyd edirsiniz. Əslində bu sizin işinizə girmək kimi olmasın. Yox, Allah eləmir. Bu yaxınlarda mənə deyirdilər ki, futbolla aran necədir? Dedim, dünya çempionatı Azərbaycanda keçirirsə, desələr ki, sənin evin ağzında, yəni pəncərəvin altında keçirilir. Yəni mən pərdəni çəkib belə baxmaram. Yəni marağım yoxdur. Nəyə görə? Marağım yoxdur. Marağım yoxdur, deyil, insanam, fərd olaraq mənim. Amma bu yaxında Anar Mədətovun oğlu, Mahir Mədətov, Fransanın Lens komandasına transfer olub gedib. Yəni bu da bizim uğurumuzdur əslində. Gəlin təbrik eləyək. Doğrudan da bu böyük bir uğurdur. Mən çox istəyərdim bizdə futbolumuz güclü olsun, güclü. Amma çox təəssüf ki, mən bunu deyim. Bir dəfə bir yerdə, məkanda mənə tədbirdə sual verirlər ki, siz bizim futbolumuzu sevirsiniz. Dedim, sən olmayan, həyatda olmayan bir qızı sevirsən, dedi yox. Yox, niyə? Bu yaxınlarda Qarabağın oyununa baxmısınız? Ümumiyyətlə, mən baxmıram bizim futbola. Yox, Qarabağ, mən sizə hətta belə deyim. Futbola maraqlı deyiləm. Tarix yazıb, belə deyim. Qarabağ futbol klubu tarix yazıb və bunu ən azından alqışlamaq lazımdır. Pisləmək lazım deyil. Bizim inşallah futbolumuz da yaxşı olacaq. Sizin qarşında çıxış edirdi. Muasir Azərbaycan gənci Arif Abbasov sizə olaraq Qamici az üçün
Öz viskiləri sevin. Əziz tamaşaçılar, bugün bizim radio 109.69 FM-də həmişəki qonağımız məsuliyyətsiz və mənasız insan Düstur Tarazlıdır. Salamlayırıq hamımız bugün Düstur Tarazlını. Necəsiz Düstur müəllim? Yaxşı. Mən də yaxşıyam. Siz necəsiz? Şükür Allah. Düstur müəllim, siz bugün nə haqda oxumaq istəyirsiniz? Yay. Olsun. Olsun yay. Yay. Buyurun. Yay haqda. Yay vaxtı qonşumuz dənizə gedib, günəş bədənini bir təhər edib, onun nəticəsin o indi qanır, indi dərisi çıxır, hər yeri yanır, hər yeri yanır, hər yeri yanır, hər yeri yanır, hər yeri yanır. Yəni, çalışın ki, dərisi çıxır. Çalışın ki, günün altında çox gəzməyəsiniz ki, yanmayasınız ən azından. Növbəti mahnımız nə haqdadır? Oxuyacam. Buyurun. Qonşuya gəlibdi vergidən kağız, 3 ay borcunuz var, dedilər, ay qız. Məbləği görəndə qız əsəbləşdi, vergi məmuruna vermirəm dedim, vermirəm dedim, vermirəm dedim, vermirəm dedim, vermirəm dedim. Yəni, dedi ki, mənim o qədər borcum yoxdur, mən vermirəm. Özü bilər. Bu hər kəsin öz seçimidir, istəyir versin, istəyir verməsin. Növbəti musiqimiz yəqin ki, maraqlıdır. Maraqlıdır, çox sağ olun. Maraqlı musiqi Düstur Tarazlıdan 109.69 Ucqar FM-də. Zəng edə bilmirəm, kontur qutarıb, cibimdə dünəndən 1 manat qalıb, manatı aparat içinə saldım, aparat manatı içinə aldı, içinə aldı, içinə aldı, içinə aldı, içinə aldı, aparat manatı. İçinə aldı, bəli. Mən deyərdim, no comments olmalıdır burada. Nəyə baxım? Aparata. Kimin? Onun. Lazım deyil. Növbəti musiqini xulasa bilərdiksə, xulasaq. Getmişdim tanışla dünən gəzməyə, dedim ki, ilan var, girmə meşəyə, əlini yerdəki deşiyə saldı, ilan barmağının ucundan çaldı, ucundan çaldı, ucundan çaldı, ucundan çaldı, ucundan çaldı. Necə deyərlər, başınız girməyən yerə barmağınızı soxmayın. Bəli. Ya da ki, tərsinə. Ya da ki, kim necə istəyir. Çox sağ ol. Hə. Sonuncu musiqi. Var, əlbəttə. Varsa, gülməlidir. Bizə gülməli lazım deyil, bizə məntiqli lazımdır nəsə bir şey. Pričaskanız gülməlidir. Hə, çox sağ ol. Hə. Yeni su sayğacı işlədə bilmirəm, əlimdə plastik kart əsəbləşirəm. Qonşumuz dedi ki, bu ki Hasandır, kartımı sayğaca saldı çıxartdı, saldı çıxartdı, saldı çıxartdı, saldı çıxartdı, saldı. Çox sağ olun, bugünkü qonağımız Düstur Tarazlı idi, Ucqar FM 169.9 FM-də. Əziz tamaşaçılar, alqışlarınızla duet mini Ruslan və Günel komediyan səhnəsində.
Qarşınızda duet mini və biz başlayırıq. Gəlin belə bir situasiya təsəvvür eləyək. Ailədə hadisə. Gecə saat 3-də. Buranı dvuxspalni kravat hiss eləyin də, təsəvvür eləyin. Bim 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 bim. Ölərəm balam mənim. Din 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 din. Kimdir sən o gecə vaxtı yazır? Heç kim, işdəndir. Narahat olma həyatım. Nə iş? Yat. Gecə vaxtı işdən zəng gələr bəyəm? Deyirəm, işdəndir də narahat olma. Problem yaranıb həyatım, işdə ona görə... Gecə saat 3-də. Ver bura bir dənə telefonu. Ver bura. Nə? Ver telefonumu görüm kimdir sən SMS yazır. Mənim telefonumu istəyirsən sən? Ver deyirəm sənə. Bir saniyə verəcəm. Biraz da qalamam. Amma Allah şahidimdir ki, mən istəmədim, bu istədi. Gəl qadam, gəl. Yaxın dur. Alqışdan seçdim. Sey qızı sey! Ne tel evli yaz biz? 9 il gözüme girsin, 9 il ərzində sana mesaj gələndə sənə demişəm mi telefonunu ver bura? Nə olsun sənə telefon həmişə məndə olubdu? Ha? Haçan sənə xəyanət eləmişəm, haçan sənə yalan danışmışam, sənə görə o boyda pekarini açdım, dedim arvadım qısqanmasın deyənə, körpə 19-20 yaşlı stül qızları yığdım ora. Pislikmi elədim ha sən? Ha sən mən nəyimi bəyəmirsən, mən sənə nağarmışam, ha sən mənə telefon, inanmırsan mı, az nağarmışam sən. SMS-i də bir ailə kimi o pekarını işləyirik. İşçilərim mənə çox sevirlər, gecə saat 3-də yazırlar ki, Fazilə mi, yatmısınız, sizi sevirik, pislik eləyirlər, az yazırlardan ha. Uşaqdır, mən ona nətər deyim yazma. 46 yaşlı arvada dedim ki, xadimə işləyir, 46 yaş var dedim, axala yazma, ayıbdır, ailəmi dağıdarsan, başa düşdü yazma. 19-20 yaşlı cavan, stül qıza mən nəyə deyim, SMS yazmama. Desə də uşaqdır, mən onu başa salamayacam. Sən mənim nəyimi bəyəmirsən? 8 dənə qızı, o qızları yığdım, getdim dənizə. Yalvardılar kupalnikdə, mən onlarla şəkil çəkdirmədim. Sağa görə ki, mənim arvadım qısqanar, dəniz qalsın o ən az. Mən sənə görə bircə dəfə ağzımı açdı dedin ki, ki məni salona apar. Ağzımı açdım, bir söz dedim, səndən qabaq getdim o salonda rezerv elətdirdim ki, arvadım birazdan gələcək, ona yaxşı qulluq eləyir. Ona görə mən o salona girəndə səni Nazan ilə qəşə əl-ələ tutan gördüm, hə? Az Nazanın əllərindən tutmuşdum ki, Nazan, əlləri və qurban olum sənin arvadımın saçını qəşək düzət. Pislik eləmişəm sən. Az sən məni yandırırsan, salon cəhənnəmə. O yığmışsan o boşanmış, evdə qalmış padruqalarını yığıb gətiribsən evə ki, Fazil, bunların ürəyi doludur, qobrəz gəlib mənlə dərdləşsinlər. Bir söz dedim, kirmişdə getdim, oturdum kuxunada, bu dodağımı üstünə qoymadım ki, qoy qızlar ürəyini boşaltsınlarsa. Pisi elədim az. Ona görə gecə saat 3-də mən girəndə kuxunaya, Ayka ilə qəşək qucaqlaşırdım belə. Boşanıb da ürəyi doludur, dərdi var, danışdı, tutdum, bağrıma bastım onu ki, Ayka, heç də olmaz, aşkım, ürəyim, yəni yaxşı mənada, başa düşdüm, mən onun xətrini çox istəyirəm. Az sənə pisliyimi eləmişəm, nağarmışam məsən, ha? Yaxşım, bəs o günləri səni restoranda görəndə, ona nə deyərsən? Nə, kimdən görüblər ki, mən restoranda? Qızla sən restoranda oturmuşdun. O qızı tanımırsan, sən ki, yadından çıxıb rayona gedəndə maşınımızı gəldi, arxadan vurdu, nömrələşdik ondan ki, xanım qayı gəlməsin, sonra elə. Sonra rayondan qayıtdıq, zəngləşdik, xanımla görüşdü, indi də çayxanaya aparası deyiləm ki, onu səviyyəsiz deyir ki, apardım restoranda oturduq, çörək yedi, söhbət elədi, kimi maşın düzəldəcəkdən, pislik elədim. Bəs stolun üstündəki o şamlar nədir? Şam restoran qanununda da afisant dedi ki, orada qalmalıdır. Mən nətər demə qardaş yığışdı. Dedim yığışdı, dedi qalmalıdır orada. Pislik eləmədi ki. Hələ o günü demirəm sənə. Hə. Dənizə getmişdik. Hə. Peşman oldum razdivalkaya girib çıxmağa. Gəlib görürəm ki, qızla öpüşürsən. Az öpüşmürdüm, çuşqa, sən nəslin elə şey görməyibdi. Vazduşlu, paçılıydı, nədir ondan verdim. Suni nəfəs verdim ona. Pislik elədim, boğulurdu yazıq qız. O boyda səlyanda mənə nasos Fazil deyirdilər. Hamıya mən suni nəfəs verirdim.
Sən elə şeylər başa düşmərsən, az. Mənim həyatımda indiyə kimi bircə dənə qadın olub, bircə nəfəri sevmişəm, o da sənsən, başa düşürsən, mən təkcə səni sevirəm. Həyatım boyu heç kimi sevməmişəm, Günel. Sən mənim qədrimi bilmirsən, səni sevmişəm mən. Yadından çıxmasın ha. Məndən qabaq evliydin sən, boşandın, sonra məni aldın. Eşşək, zırrama, səni gördüm, sevdim, onu boşadım, onu anam almışdım, ha ki, al arvad elə özünə. Səni sevdim, sənə görə boşandım. Sən mənim qədrimi heç vaxt bilməyəsən, sən önce mənim beynimi çöndərsən, Allahın olsun. Bu tabretkama alçaq gəlir, gözlə qadana. Bırak. Beynimi nəyə çörsən az? Az o boyda pekarini açdım. Bir dəfə soruşdun mu, nəyə görə açmısan Fazıl o pekarini? Nəyə görə? Nəyə görə? Az sən mənə o qədər inanmırsan, getdim pekarini açdım ki, hər an içəndə əlimin altında çörək olsun. Pis deyələmişəmsə. Novxanıda 2 mərtəbəlli villam var idi. Sağa görə o villanı satdım, gəldim Əhmədlidə 2 otaqlı ev aldım. Ruslan, yadından çıxmasın ki, o evi sən qumarda uduzdun, ona görə o evi satdıq. Qumara da sənə görə girmişdim ki, daha çox pulumuz olsun, sənə maşını alın. Nə pislik eləmişəmsən, hə? Pislik eləmişəm. Tabretkadan düşürəm aşağı, tova deyirəm, mənə əsəbin oynama. Tabretkadan düşürəm, aparıb tabretkanın yerinə qoyuram. Uzanırıq yerimizə, it qızı itar da olsa SMS yazmalı. Duxum var madənə ki, o SMS kimdən gəlib. İnan ki, bu tabretkanın üstünə bir dənə də piyanina qoyub çıxaram onun üstünə. Eşitdin məni? Sakitcə. Yat. Tin. Kızı 8 saat 4'ün yası kimsə SMS yazır? Taburetkamı getirin benim! Teşekkürler, karşınızda çıxış elədi Duet Mini. Günel. Ruslan, ekskluziv olarak Kamicaz üçün. Aynı TV'da alternativ yumur Kamicaz'a bakın, sağ olun.